Salam, hər birinizə xoş gördük uşaqlar. Biz bu günləri sizinlə informatikada daha çox rast gəlinən və tez-tez istifadə olunan palindrom ədədlər və Fibonacci sırası haqqında danışacağıq. Gəlin görək Fibonacci sırası və ya palindrom ədədlər hansı ədədlərə deyilir. Uşaqlar, palindrom ədədlər o ədədlərə deyilir ki, sağdan soldan oxunuşu eyni olan ədədlər. Məsələn, bu sıraya aid etmək olar 353, 252, 4004, əlavə etmək olar 101, 404, 353, yəni sağdan və soldan oxunuşu eyni olan ədədlər palindrom ədədlər adlanır. Python proqramlaşdırma dilində tez-tez istifadə olunur ki, palindrom ədədlər hansı ədədlərdir və yaxud da hansı sırada palindrom ədədlər verilib. Bax bu sıra, yəni sağdan və soldan oxunuşu eyni olan ədədlərə biz palindrom ədədlər deyəcəyik. Fibonacci sırası isə uşaqlar hansı sıradır? İlk iki rəqəmin cəmi birləşib növbəti üçüncü ədədi yaradır. Məsələn, 0 ilə 1-in cəmi bizə verir 1. Birlərin cəmi bizə verəcək 2. 1 ilə 2-nin cəmi növbəti üçüncü ədəd 3-ü yaradacaq. Yəni, Fibonacci sırasında ilk iki rəqəmin cəmi birləşib üçüncü rəqəmi yaradır. Bu da Fibonacci sırası adlanır. Növbəti videomuzda isə biz sizinlə Armstrong ədədlər haqqında danışacağıq. Bugünlük bu qədər. Sağ olun.